Salam dostlar. Deməli dostlar, mən bilmirəm bunun səbəbi nədir, əsas səbəbi. Məni Anadolu türkçəsindəki tavşan sözü daha çox xoşuma gəlir. Dovşan sözündən daha çox xoşuma gəlir, tavşan sözü. Daha belə məzəli çıxır, sevimli çıxır, daha belə dolğun çıxır. Daha belə dovşanı daha belə sevimli şəkildə gülməli sürət formasında elə bir insanın qavrayışına çatdırır. Və yaz axşamını günəşi çıxıb dostlar. Yəni çıxıb dedikdə Samadadır, yəni hələ ki Samadadır və yaz axşamının o günəşi. İndi mən bir bağ görürəm, balaca bağ. Oradakı çiçəkləyən o alça ağacının belə sürətini mənim üçün lap doğmalaşdırır. Yadıma düşür uşaqlığımın bağları, uşaqlığımın keçdiyi bağlar yadıma düşür. Uzaq regionda, meşəli, çaylı, dağlı regionda. Qəribə duyğular, xoş duyğular hiss edirəm. Və bu tavşanın yanaqlarını sığallamaq ehtiyacı yaranır məndə. Daha doğrusu çimdikləmək ehtiyacı. İcazənizlə çimdikləyirəm dostlar. Sizin yerinizə də çimdikləyirəm dostlar, bax. Yumru yanaq dovşan, tavşan. Cudini xatırladır mənə, Cudini. Sevimli Cudini. Hələlik dostlar, şadlığınız bol olsun. Bayramınız da mübarək olsun dostlar. Bayramlarınız, gələn günləriniz xeyirli olsun. Sağlam olasınız əsas sağlam olasınız, qalan məsələlər düzələrlər. Sevgi ilə və sağlamlıqla qalın dostlar. Qucaqlayıram sizi.